Qədir-xum bayramı İslam ümmətinin ən böyük bayramı, dinin kamala çatdığı və ilahi neymətinin tamamlandığı gündür. Bu mübarək gündə də bir-birini təbrik etmək və Allah dərgahına şükr etmək və bir-birlərinin ziyarətinə getmək, silə-i rəhm etmək, bacardığınız qədər bayram məclisləri, süfrələri təşkil etmək çox fəzilətlidir və tövsiyə olunmuşdur. Xüsusi zikirlər və təbrik duası barədə də Həzrət İmam Rıza əleyhissalamdan bir hədisdə belə buyurulur ki, əlhəmd bu şəkildə yəni bir-birinizə, möminlər, əhl-i beyt aşiqləri hədis-i şərifə əsasən bu şəkildə bir-birlərini təbrik etsinlər, belə söyləsinlər. Elhamdülillahi əlləzi cəalənə minəl mütəməssikinə bi vilayəti əmiril müminin əleyhissalam və əimməti. Yəni həmd və şükür olsun o Allaha məxsusdur ki, cəalənə qərar verdi bizi əmirəl müminin Əli əleyhissalamın vilayətindən möhkəm yapışan, Həzrətin vilayətindən möhkəm yapışan və onların yolunu qəbul edib ona sadiq qalan kəslərdən qərar verdi. Bu şəkildə bir-birimizə bayram günündə təbrik söyləmək müstəhəbdir və Həzrət İmam Rıza əleyhissalamdan söylənilmiş şər'i hədisə əsasəndir.